Salam dostlar, hər vaxtınız xeyir. Bugün həqiqi ədədlər bölməsinin 3-cü hissəsi olan ədədin modul daxil olan ifadələrin çevrilməsi mövzusunun test izahına baxacağıq. 21 sualdır və hər bir sualda modul daxil olan ifadələrin çevrilməsini incəliyinə qədər izah eləməyə çalışacağım. Başlayaq birinci sualdan. Modulda bu ifadəsinin qiymətini hesablayın. Deməli, belə bir ifadə verilib bizə və bizdən bu ifadənin qiymətini tapmağımızı istəyir. Əvvəlcə qeyd edeyim ki, modul daxilində olan istənilən ifadə çölə müsbət formada çıxır. Yəni, modul daxilində müsbət ədəddə çölə müsbət formada çıxır, mənfi ədəddə çölə müsbət formada çıxır. Yəni, bir sözlə, modul daxil olan bütün ifadələr sıfırdan böyük bərabərdir. Modul heç bir zaman mənfi qiymət almır. 5,3-dən 7,8 çıxanda, deməli, biz bilirik ki, tam ədədlərin çıxılmasında və ya kəsr ədədlərin çıxılmasında fərqi yoxdur. Çıxılmada biri mənfi, biri müsbətdirsə, böyükdən kiçik çıxıb, böyüyün işarəsini qarşısına yazırıq. Burada böyük ədəd 7,8-dir. 7,8-dən çıxırıq 5,3-ü, baxın, vergülün altında. Bunu kəsr mövzusunda izah eləmişəm, bir daha üzərindən keçirəm. Vergülün altında tam hissənin altında, kəsir hissənin altında çıxırıq. 8-dən 3 çıxırıq 5, 7-dən 5 çıxırıq 2,5. Baxın, 5,3 çıxılsın 7,8 ifadəsinin qiyməti modulda. 7,8-in işarəsi mənfi olduğuna görə mənfi 2,5 olur. Və bu mənfi 2,5 çıxılır, müsbət 2,5 formasında çıxır. Ona görə də cavabımız olur B variantı. İkinci sual. 8,1-dən 9,7-ə çıxmaq yenə eyni qayda ilə 9,7-dən çıxırıq 8,1-i. 7-dən 1 çıxırıq 6, 1,6, amma müsbət 1,6 E variantı. Bu ifadənin qiymətini hesablayın. Deməli, belə bir ifadədir. İfadəni bura sizin üçün yazıram. Kökdə 3 çıxılsın 2, çıxılsın kökdə 3 toplansın 2. Baxın, dediyim kimi, modul daxil olan ifadə çölə müsbət formada çıxmalıdır. Yəni, bir sözlə, məsələn, modulda mənfi A, çölə elə bil ki, bir dənə mənfi A-nın özüdür. Mənfi A-nın özüdür. Mənfi A, bir də qarşısına mənfi çıxır. Əks işarəsi ilə çıxır. Baxın, bu mənfi deyib müsbət olur da, bu işarə düzdürmü? Eyni şey bura üçün də keçərlidir. Baxın, 2-nin kökü neçədir? 4-dür də, kökdə 4-dən 2 çıxır. Kökdə 3 çıxılsın, kökdə 4 necə ədəddir? Mənfi ədəddir. Mənfi ədəd çölə qarşısına bir mənfi işarə ilə çıxır. Kökdə 3 çıxılsın 2 formasında çıxır. Baxın, burada göstərdiyim kimi mənfi formasında çıxır. Yəni, əks işarəsi ilə çıxır. Çıxılsın. Kökdə 3 toplansın ki, toplamada heç bir adiyyatı yoxdur. Yəni, modul işarəsi daxil olsun, kök işarəsi daxilində olsun, necə çıxarmağın. Çünki bu toplamadır. Toplamanın yəni, bir radar eləyəcəyimiz bir nöqtəsi yoxdur. Orada hər hansı bir dayanma nöqtəsi yoxdur. Mənfilərdə, yəni çıxmalarda biraz ehtiyatlı olmalıyıq. Kökdə 3 toplansın 2 elə olduğu qayda ilə də çıxır. Kökdə 3 toplansın 2 formasında da çıxır. Bərabərdir. Baxın, bu mənfi mötərizənin içərisinə hər bir həddinə ayrı-ayrılıqda vururam. Mənfi kökdə 3 toplansın 2 forması çıxılsın. İndi isə bu mənfini mötərizə daxilinə vururam. Çıxılsın kökdə 3, çıxılsın 2. Baxın, 2-lər ixtisar gedir. Mənfi kökdə 3, mənfi kökdə 3, mənfi 2 kökdə 3 qalır, yəni C variantı. 4-cü sual. Dəyişənin modul x bərabərdir mənfi x bərabərliyini ödəyən qiymətlər çoxluğunu göstərin. Baxın, uşaqlar, dedik ki, modul işarəsi daxilində olan ifadə nə olmalıdır? Sıfırdan böyük olmalıdır və yaxud da sıfıra bərabər olmalıdır. Yəni, mənfi x burada nə olmalıdır? Böyük bərabər sıfır olmalıdır. Dəyişənin qarşısında mənfi olduğuna görə bərabərsizlik mövzusunda bilirik ki, bu x kiçik bərabərdir, sıfır olacaq. X kiçik bərabərdir 0, tutalım ki, x1 buradadır. Ondan kiçik ədədlərimiz haradadır? Mənfi sonsuzluğa doğru. 0 ədədimiz buradadır. Deməli, 0-dan kiçik ədədlər, yəni mənfi sonsuzluqdan 0-a qədər olan qiymətləri alacaq. Yəni,
A variantı. Daha sonra 5-ci sual. Modul x bərabər x bərabərliyinə ödən qiymətlər çoxluğunu göstərin. Deməli, gəlin modul x bərabər x dedik ki, burada x hansı qiymətləri alır? Sıfırdan böyük qiymətlər. Yəni, buradakı modul x bərabər x-də ki, bax, bu x böyük bərabər sıfırdan olmalıdır. Əgər böyük bərabərsə sıfırdan, deməli, baxın, sıfırdan böyük ədədlərimiz harada yerləşir? Müsbət sonsuzluğa doğru 0, müsbət sonsuzluq aralığında, yəni D variantı. 6-cı sual. Belə bir ifadə verilib. Bu ifadənin hər bir həddini modulda verib, moduldan çıxardıb rahat formada hesablayaq. Deməli, -4,2-dən modulda 4,2 çıxır. -3,2-dən modulda 3,2 çıxır. -16-dan müsbət 16 çıxır. 0,7-dən elə 0,7 çıxır. Baxın, rahat üsul nədir? Yəni, mənim də həmişə istifadə elədiyim bir üsuldur. Tövsiyə edirəm ki, siz də istifadə eləyəsiniz. Vergüldən sonra bir rəqəm, vergüldən sonra bir rəqəm. Vergülləri atıram. Yerdə qalır 42 və aşağıda qalır 7. Vurulsun. Vergüldən sonra bir dənə rəqəm var. Burada vergül yoxdur. Görürsünüz, 16 özüdür, tək ədəddir. Vergüldən sonra buradakı bir rəqəmi silib, aşağıya bir dənə vurulsun 10 yazacağım. Yəni, 32 qalır, bir də 16 vurulsun 10 qalır. İndi ixtisarlarımı aparıram. Burada qalır 6, burada qalır 2. Heç ixtisar aparmasaq da belə yaza bilərik. Deməli, 12 bölünsün 10, cavab eləyir 1,2, yəni D variantı. 7-ci sual. Yenə birinci moduldan çıxardıb hesablayıram. 4,8 vurulsun 3,4 bölünsün 17 vurulsun 0,8. Yenə vergülləri silirəm. Yəni 48, 8, 34 qalır. Aşağı bir dənə vurulsun 10 yazacağım. Deməli, bunlar ixtisar gedir. Burada 2 qalır. Bunlar ixtisar gedir 6. 12 bölünsün 10. Yenə də 1,2, yəni B variantı. 8-ci sual. Təbii ki, biz birinci burada nəyə yerinə yetirəcəyik? Bölmə əməlini yerinə yetirəcəyik. Moduldan çıxardıq. 4,5 bölünsün 0,9. Vergülləri atıram. Bu 45 bölünsün 9 deməkdir. Bu da eləyir 5. Daha sonra isə keçirəm ikinci, baxın, bu hissənin həllinə. Yəni, 3 vurulsun 2, o da eləyəcək 6. Və ortada bir dənə burada toplama işarəsi var. 5 toplansın 6 da bərabər 11, yəni D variantı. Daha sonra 9-cu sual. Yenə birinci bu ifadəni yerinə yetirirəm. 7,2-ni bölürəm 0,8-ə. Vergüldən sonra bir rəqəm getdi. 72 bölünsün 8, bu eləyir 9. Daha sonra bu ifadəni həll eləyirəm. Deməli, bu 3 vurulsun 2 deməkdir. Çünki moduldan müsbət 2 çıxır. 6. Və bunlar cəmindən də alınır 15, yəni B variantı. Daha sonra 10-cu sual. Kökdə 5 çıxılsın 2,5. Baxın, 2,5 kök altında 6,25-dən çıxır da, düzdürmü? Kökdə 5 6,25-dən nədir? Kiçikdir. Ona görə də burada bunun əks işarəsi çıxır. 5, kökdə 5 çıxılsın 2,5-in əksi çıxır. Toplansın. Kökdə bu 2 nəyin köküdür? 4-ün köküdür də, düzdür. 5 də 4-dən elə böyükdür. Elə olduğu kimi də çıxır bu. 5, kökdə 5 çıxılsın 2 formasında çıxır. Aha, indi vuraq açaq. Mənfi kökdə 5 toplansın 2,5 toplansın kökdə 5 çıxılsın 2. Kökdə 5'lər gedir. Biri mənfi, biri müsbətdir. 2,5-dən də 2 çıxanda 0,5 qalır. Yəni cavabımız A variantı. Burada çapda biraz düşməyib. Bir dəqiqə onu düzəldək. Deməli, bu moduldur. Bu kökdə 5'dir. Bu da moduldur. Kökdə 5, bu da modul. Aha. Deməli, yenə burada 6-dan 6 nəyin köküdür? Kökdə 36-nın köküdür. Düzdür. 36 da kökdə 5-dən böyükdür. Elə olduğu kimi çıxır bu. Yəni 6 çıxılsın kökdə 5 formasında çıxır. Toplansın. Bu 1 kökdə 1'in köküdür. 1 5-dən kiçikdir. Deməli, bunun əksi çıxacaq. O əksi çıxanda qarşıya bir dənə mənfi çıxır. Axı, o müsbət də, o mənfi də, baxın, bu müsbətə dəyir, mənfi olur. Çıxılsın 1 minus kökdə 5 formasında yazırıq.
Yəni 6 çıxılsın kökdə 5 çıxılsın 1 toplansın kökdə 5. Kökdə 5'lər gedir 6'dan 1 çıxanda 5, yəni D variantı. 12-ci sual. Deməli, x 0-dan kiçikdir. Modul x 3-ə bərabərdir. Modul y 1-ə bərabərdir. Z -3 olduqda x, y kvadratı bölünsün modul z ifadəsinin qiymətini tapın. Baxın, x 0-dan kiçikdir. Düzdürmü? X 0-dan kiçikdirsə, mən artıq bilirəm ki, x mənfi ədəddir. X kiçikdirsə, x mənfi ədəddir. Burada da yazıb ki, modul x bərabərdir 3-ə. Əgər modul x 3-ə bərabərdirsə, baxın, modul x bərabər 3 o deməkdir ki, burada x ya müsbət 3-dür, ya da x mənfi 3-dür. Axı, mən bu şərti də ödəməliyəm. Burada mənə deyir ki, x mənfidir. Deməli, mən hansını götürəcəm? X bərabər mənfi 3 qiymətini götürəcəm. Deməli, x-in qiymətini tapdım. Burada modul y bərabər 1 yazıb. Baxın, modul y bərabər 1-də də yenə y 1-də ola bilər. Y mənfi 1-də ola bilər. Bunun 1 və ya mənfi 1 olmasının mənim üçün heç bir önəmi yoxdur. Sual verə bilərsiniz ki, nəyə görə bir önəmi yoxdur? Çünki baxın, bu ifadədə y-in üzərində kvadrat var. Onsuz da 1-in də kvadratı mənə 1 verir, mənfi 1-in də kvadratı mənə müsbət 1 verir. Yəni, bunun mənim üçün heç bir önəmi yoxdur. İndi gətirib hər birini, baxın, bu ifadədə yerini qoyuram. X-in yerinə mənfi 3 qoyuram, y-in yerinə 1, z-in də yerinə yenə mənfi 3 alınır. Və cavab mənfilər gedir, 1 qalır sadəcə, yəni A variantı. 13-cü sual. İfadəsini sadələşdirin. Bu tipli ifadələri sadələşdirəndə adətən modulun içərisində yenə dediyim kimi mənfi ədəd olduğuna və yaxud da müsbət ədəd olduğuna baxırıq. Baxın, üstü nədir? 6. Üstü nədir? 4. Mənfi ədədin üstü, əgər mənfi bir A ədədinin üstü n kimi bir ifadə yazılıbsa, əgər burada n cütdürsə, burada onu A üstü n kimi çıxır da çölə. Və yaxud da gəlin ədəd üzərində göstərim. Məsələn, mənfi 2-nin üstündə tutam ki 4-dür burada. Bu mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2 deməkdir. Düzdür? Bu eləyir 4, bu eləyir 4, bu eləyir 10. Baxın, müsbət alındı cavabı. Cavabımız müsbətdir. Amma mənfi 2-nin üstündə 3-ə baxaq. Mənfi 2 vurulsun, mənfi 2 vurulsun, mənfi 2-dir. Düzdür? Bunlar eləyir müsbət 4, 4 də mənfi 2 vurulsun, mənfi 8. Cavab mənfidir. Yəni, buradan belə bir nəticəyə gəlirik ki, əgər üstü cütdürsə, cavabımız müsbət alınır. Üst təkdirsə, cavabımız mənfi alınır. Yəni, üst dediyim qüvvət üstüdür də. Biraz loru dildə danışdım. Amma ümidvaram ki, daha rahat başa düşürsünüz. Yenə dediyim kimi, deməli, bu modul daxilində istər bu ifadə mənfi olsun, istər bu ifadə müsbət olsun, fərqi yoxdur. Deməli, nə olacaq? Müsbət alınacaq. Modul daxili müsbət alınacaq. Deməli, mənim birinci ifadənin işim yoxdur. O olduğu kimi çıxacaq. Toplansın 2A üstü 4, toplansın 1. Gəlirəm ikinci ifadəyə. İkinci ifadəni biraz sadələşdirib yazıram. Baxın, bu ifadə mənfini qarşıya çıxardıb A üstü 6 çıxılsın, toplansın 2A üstü 4, toplansın 9 formasında yazıram. Deməli, bu moduldan necə çıxacaq çölə? Müsbət formada çıxacaq da, düzdür? Bu ifadə dedik ki, nədir? Üstü cütlər olduğuna görə nədir bu ifadəmiz? Müsbətdir. Bu ifadə müsbət olduğuna görə, baxın, bu mənfisi çölə mənfi formada çıxır. Yəni, əks işarəsi formada çıxır. Əks işarəsi formada çıxanda bu mənfiyə dəyəndə nə olacaq? Müsbət olacaq. Yəni, o mənfi olacaq toplama və mötərizə daxilindəki ifadə A üstü 6 toplansın 2A üstü 4 toplansın 9 formasında qalır. Deməli, indi isə bu mənfini vurub açıram. A üstü 6 toplansın 2A üstü 4 toplansın 1 çıxılsın A üstü 6 çıxılsın 2A üstü 4 çıxılsın 9. Baxın, A üstü 6'lar getdi, 2A üstü 4'lər getdi, 1 çıxılsın 9 mənfi 8, yəni B variantı. Yenə deyirəm, baxın, bu ifadə onsuz da müsbətdir. Müsbətdirsə, bu müsbət bu mənfiyə dəyib nə olur? Mənfi olur. Deməli, moduldan çölə ifadəmiz nə formada çıxacaq? Mənfi ədəddir. Bunun qarşısında bir dənə nə yazılmalıdır? Mənfi yazılmalıdır. O mənfi də bu mənfiyə dəyər nə olur? Müsbət olur. Bu müsbət bu çöldəki mənfiyə dəyərək,
yenə də mənfi olur. Ona görə də bir dənə qarşıda mənfi işarə saxlayıb mənfini çıxardıqda olduğu kimi çıxardırıq çölə. Mənfini çıxardıq. Bu mənfini də bu içəriyə vurub açanda formada bir ifadə alırıq. 14-cü sualda yenə oxşar sualdır. 2a üstü 4 toplansın, 3a kvadratı toplansın, 4 olduğu kimi çıxır. Çölə yəni bu mənfi qalır. İfadəmiz özü nə olacaq? 2a üstü 4 toplansın, 3a kvadratı toplansın 11 formasında çıxacaq. Deməli 2a üstü 4 toplansın, 3a'nın kvadratı toplansın 4, çıxılsın 2a üstü 4. Çıxılsın 3a'nın kvadratı, çıxılsın 11. 2a üstü 4'lər getdi, 3a kvadratları getdi. 4'dən 11 çıxanda eləyəcək mənfi 7, yəni A variantı. 15-ci sual. Deməli, olduqda bu ifadənin qiymətini tapın. Modul X, modul X. Burada X mənfi qiymət olduğuna görə, onsuz da burada müsbət çıxacaq. Mənfi 4 vurulsun, 47,2 toplansın, 3 vurulsun. Y mənfi olduğuna görə və burada modul da daxil, ona görə müsbət çıxacaq. 30,1 bərabərdir. Deməli, 4 vurulsun 47,2, 188,8. Amma mənfini bunun qarşısında müsbətə vuranda mənfi alınır. Toplansın 30,1 3-ə vuranda 90,3 bərabərdir. Biri mənfi, biri müsbət olanda böyükdən kiçik çıxılır və 98,5 və böyüyün işarəsi qarşısına yazılır. Mənfi 98,5 yəni C variantı. 16-cı sual. A toplansın B, deməli A toplansın B-ni verib 12, mənfi 12 və AB-ni də verib 2. İfadəsinin qiymətini hesablayın. Baxın, əgər burada AB bərabər 2-dirsə, burada isə A toplansın B bərabər mənfi 12-dirsə, demək hər iki dəyişənin işarəsi mənfidir. A da kiçikdir 0-dan, B də kiçikdir 0-dan. Sual oluna bilər, ay müəllim, niyə biri mənfi, biri müsbət olmadı və yaxud da hər ikisi müsbət olmadı? Baxın, müsbəti müsbətə vuranda cavabımız müsbət alınır. Bir də mənfini mənfiyə vuranda cavabımız müsbət alınır. Baxın, bax, bu şərtə görə deyirəm o ifadəni. Hər ikisi müsbət halda, müsbətin üzərinə müsbət ədəd gələndə cavabı müsbət alınmalıdır. Amma burada baxıram ki, cəmin mənfidir. Deməli, mən artıq bu variantı heç baxmıram. Deməli, doğru variant ikinci variantdır. Mənfidir hər ikisi ki, mənfini mənfiyə vurmuşam, cavabım müsbət alınıb və mənfi ilə mənfini toplayanda cavabım mənfi alınıb. Deməli, A da kiçikdir 0-dan, B də kiçikdir 0-dan. İndi isə bu ifadəni yazıram. 1 bölünsün A çıxılsın modul B bölünsün B-nin kvadratı. 1 bölünsün, deməli, ortaq məxrəcə gətirirəm. AB kvadratında bunu vururam B-yə. B çıxılsın, bunu da vururam A-ya. A modulda B. Bərabərdir. Aha. Aşağı ilə işim yoxdur, yəni məxrəclə işim yoxdur. B. İndi burada dayanıram. Baxın, burada modul B-dir. Dedik ki, B nədir? 0-dan nədir? Kiçikdir. 0-dan kiçik olduğuna görə əks işarə ilə çölə çıxır. Yəni, mənfi daxil, bir dənə də mənfini özündən çölə çıxardır. Və o mənfi bu mənfiyə dəyər nə olur? Müsbət olur. Toplansın, AB olur. Buradan B-ni mötərəzə xaricinə çıxardıram. 1 toplansın, A qalır. B-ni çıxardanda, bir dəqiqə, burada nəsə səhv getdi. B kvadratıdır, üzr istəyirəm. Bunu B kvadratına vururuq. Buradan B-ni çıxardanda B toplansın A, aşağıda da AB-nin kvadratı. Burada bir dənə kvadratdan B-nin biri getdi, A toplansın B, bölünsün AB qalır. A toplansın B mənfi 12-dir, AB isə 2-dir, cavabımız deyirlər mənfi 6, yəni D variantı. Daha sonra 17-ci sual. X Z-dən kiçikdir, Z də Y-dən kiçikdir. Baxırıq birinci ifadəyə. X çıxılsın Y. X çıxılsın Y. Axı X Y-dən kiçikdir. Kiçikdən böyük çıxanda mənfi ilə çıxır. Deməli, bu əks işarə ilə çıxacaq çölə. Bunu yazdıq. Z çıxılsın Y. Axı Z Y-dən kiçikdir. Kiçikdən böyük çıxanda mənfi işarə ilə çıxır. Və bu mənfiyə dəyəcək nə olacaq? Müsbət. Z çıxılsın X. Bəli, Z-dən X-ə çıxa bilərəm rahatlıqla. Çünki Z X-dən böyükdür. Olduğu kimi çıxır. Y çıxılsın Z. Y-dən də Z-ə çıxa bilərəm. Bəli, çünki Y Z-dən böyükdür. Olduğu kimi çıxır.
İndi mötərizələrimi açıram. Mənfi x toplansın, y toplansın, z çıxılsın, y çıxılsın, z toplansın, x toplansın, y çıxılsın, z. Deməli, mənfi x ilə müsbət x. Müsbət y ilə mənfi y. Müsbət z ilə mənfi z getdi. Yerdə qaldı y çıxılsın, z. Baxın, bir y qaldı, bir də z qaldı. Y çıxılsın, z, yəni C variantı. Daha sonra 18-də yenə oxşar sualdır. 3 m-dən kiçikdir, m də n-dən kiçikdir. Deməli, ən böyükləri n-dir. M çıxılsın n. M-dən n-i çıxa bilmərəm, çünki m n-dən nə də kiçikdir. Çıxa bilərəm, sadəcə mənfi işarə olacaq. Deməli, mən bunun əksini çıxardacağam oradan. Mənfi m çıxılsın n. N çıxılsın 1. 3 n-dən kiçikdir, düzdürmü? 3 n-dən kiçikdirsə, deməli, n 3-dən böyükdür və 4, 5, 6 və s. qiymətləri ala bilər. Deməli, mən n-dən biri çıxanda müsbət ədəd alınacaq, olduğu kimi çıxır. 3 çıxılsın m. 3-dən m çıxa bilmərəm, çünki 3 m-dən kiçikdir. Bu əks işarə ilə çıxacaq. Çıxılsın, 3 çıxılsın m. Çıxılsın n yazıram. Baxın, buradakı bu çıxılsın, buradakı bu müsbətə dəyər mənfi olur. Ona görə toplansın 1. İndi açıram. M toplansın, n çıxılsın, n toplansın 1. Çıxılsın 3, toplansın m, toplansın 1. Mənfi m ilə müsbət m getdi. Mənfi n ilə müsbət n getdi. 1-in üstünə 1, 2, 2-dən 3 çıxanda mənfi 1, yəni C variantı. 19-cu sual. X toplansın y sıfırdan fərqli olduqda bu ifadənin ən böyük qiymətini tapın. X toplansın y sıfırdan fərqlidirsə, deməli, ya hər ikisi mənfidir, ya da hər ikisi müsbətdir. Və yaxud da bu moduldan ya müsbət çıxacaq, ya mənfi çıxacaq, fərqi yoxdur. İndi qulaq asın, baxın. Burada moduldan x-a nə çıxacaq? Müsbət çıxır da, düzdür. 18 çıxılsın, x toplansın y formasına çıxır. Aşağıda da 2 vurulsun. X toplansın y-də də yenə müsbət çıxardıram. X toplansın y. Çünki məndən ən böyüyünü istəyir. Əgər ən kiçiyini desəydi mənfi formasında çıxardardım. Və yaxud da birin mənfi, birin müsbət götürərdim. X toplansın y-lər gedir. 18 çıxılsın 2-də 1. Yəni bu 18 çıxılsın 0,5 deməkdir. Bu da 17,5 eləyir. 20-ci sual. X toplansın y 5 olarsa ifadəsi A-B fərqini tapın. Deməli, baxın. 2 dənə modul verib və onların cəmi 0-a bərabərdir. Bu o zaman mümkün olar ki, hər iki modulun qiyməti 0-a bərabər olsun. Çünki əgər biri müsbət, biri mənfi ola bilməz. Çünki moduldan mənfi ifadə çıxmır. Hər ikisi müsbət olsa da 0-a bərabər ola bilməz. Elə bir 2 dənə müsbət ədəd deyin ki, onların cəmi mənim üçün 0 versin. Mümkün deyil. Deməli, bu modul ifadələrin hər ikisinin daxili 0-a bərabər olmalıdır. Yəni, x çıxılsın A toplansın 3-də 0 olmalıdır. Y toplansın B minus 13-də 0 olmalıdır. Deməli, x çıxılsın A bərabər mənfi 3-ə, y toplansın B bərabər 13-ə. Məndən x toplansın y istəyirsə, bunlar tərəf-tərəfə toplaya bilərəm də. X toplansın y toplansın B çıxılsın A bərabər 13-dən də 3-ü çıxıram, eləyəcək 10. X toplansın y 5-dir. 5 toplansın B çıxılsın A bərabər 10-a, B çıxılsın A bərabərdir 5-ə. Amma məndən açıq B-ni istəyir. Bir dənə mənfi çıxardıram qabağa, bərabər 5, onda A çıxılsın B bərabərdir mənfi 5. Yəni, cavabımız olur mənfi 5. 21-ci sual. Yəni, eyni qayda ilə x çıxılsın A toplansın 7 də bərabərdir 0-a, y toplansın B çıxılsın 13 də bərabərdir 0-a. X çıxılsın y veribsə, bunlar tərəf-tərəfə çıxmalıyam mən. Tərəf-tərəfə çıxıram. X çıxılsın y, çıxılsın A çıxılsın B, toplansın 7, toplansın 13. Çünki bunu çıxılsına vuranda bu B-nin işarəsi mənfi olur, 13-ün işarəsi müsbət olur. Bərabərdir 0-a. Daha sonra x çıxılsın y, çıxılsın A, çıxılsın B bərabər mənfi 20-yə. X çıxılsın y-i 5 verib mənə. 5 çıxılsın A toplansın B, mənfini çıxardıram qarşıya, mənfi 20-yə. Mənfi A toplansın B bərabərdir mənfi 25-ə. Bu mənfiyə bölünəndə A toplansın B bərabərdir müsbət 25 formasında qalır. Belə.
Daha bir videomuzun sonuna gəldik, çatdıq. Çalışdığım qədər modul daxil olan ifadələrin çevrilməsini, modul bölməsini, sualların izahında aydınlığı ilə, incəliyi ilə izah eləməyə çalışdım. Əgər bura qədər gəlmisinizsə, kanalıma abunə olmağı, yorum yazmağı, ətrafınızla, dostlarınızla paylaşmağı unutmayın. Hər birinizə xoş izləmələr, xoş dinləmələr. Təşəkkürlər.